Məlumat verdiyimiz kimi may ayında güclü maqnit qasırğası gözlənilir. Meteoroloqların fikrincə onların təsiri yerdə də hiss olunacaq. Xəbərə görə 5-7 mayda güclü 2-18-2 mayda orta intensivlikdə 10 və 2 may tarixlərində isə zəif maqnit qasırğası müşahidə olunacaq. Həmin günlərdə özümüzü necə qoruyaq? Qobalifo azad danışan tibb elmləri doktoru professor Adil Qeybulla bildirdi ki, bəzən günəşdə güclü partlayışlar baş verir. Nəticədə maqnit qasırğaları 8 dəqiqə ərzində yer kürəsinə gəlib çatır. Düzdür, atmosferimiz onun qarşısını xeyli alır, ancaq proses canlılara da təsirsiz ötüşmür. İnsanların adaptasiya imkanları dalğalara qarşı kifayət qədər yüksəkdir. Ancaq bəzən meteohəssas şəxslər özlərini pis hiss edirlər. Nəticədə arterial təzyiqin dəyişikliyi, şəkərin yüksəlməsi, bronkial asmalı xəstələrdə boğulma hallarının artması və sair olur. Professor deyib ki, meteohəssas insanların maqnit qasırğası vaxtı ehtiyatlı olmasında fayda var. Yaxşı olar ki, səhhətində problem olanlar ev şəraitində qalsınlar, öz həkimləri ilə məsləhətləşsinlər, vaxtında dərmanlarını qəbul etsinlər. Başqa ciddi problem yoxdur.